Yaranışın sirləri İmam Cəfər Sadiq əleyhissalamdan kəlamlar. 4-cü bab. Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və balıq, insanın yetkinlik yaşına çatdığı bir dövr olması. O vaxt ki, körpənin yaranışı kamil oldu, bədəni möhkəmləşir, dərisi hava ilə uyğunlaşır və gözü işığı görmək qabiliyyətinə malik olur. Sonra ananın doğum ağrıları başlayır və ağrılar o qədər çətinləşir ki, körpə ağrının sıxıntısından dünyaya gəlir. Həmin qan ki, bir vaxt körpənin qidası idi, indi başqa bir rəng və iy ilə və başqa qida şəklində ananın döşündən gəlir. Bu qida körpə üçün hər şeydən faydalıdır. Körpə dünyaya gələndə ac olmağını bildirmək üçün dilini çölə çıxarır və ağzının ətrafında dolandırır. Bu vaxt anasının iki məşkə bənzər döşlərini tapır. O vaxta qədər ki, daxili zərif, əzaları yumşaqdır, ondan içir. Körpə ki, hərəkət edir, güclü yeməklərə möhtac olur. Bədəni möhkəmləşəndən sonra ağzında dəyirman dişləri çıxılır, ta qidanı əzib yumşaltsın və rahatlıqla yesin. Balıq olana qədər o həmişə belədir. Bu vaxt əgər oğlandısa, üzündə tük çıxır ki, onun cinsinin və izzətinin nişanəsi olsun. Əgər qızdısa, üzünə tük çıxmır. Ey müfəzzəl! Bu mərhələlərin haqqında yaxşı fikirləş. Bütün bunların öz-özünə baş verməsi mümkündürmü? Bilirsən ki, əgər ana bətnində qan körpəyə yetişməsə, həmin körpə susuz bir bitki kimi quruyar və solar? Bilirsən ki, körpə böyüyəndən sonra ana əgər doğum sancılarını hiss etməsə, o ana bətnində diri-diri bastırılmış kim olar? Əgər uşağı süd və münasib qidalarla qidalandırmasalar, acından ölər. Əgər dişləri münasib vaxtda çıxmasa, yeməyi əzə bilməz və həmişə süd yeyər. Buna görə də onun bədəni qüvvətli və möhkəm olmaz. Anası ona görə başqa uşaqlarının tərbiyəsindən geri qalar.